Salam. Mən Məmmədov Nail. Bugün sizə zəhərli qazlar və onların insan sağlamlığı və ətraf mühit üçün təsirləri haqqında danışacağam. Zəhərli qazlar əsasən avtomobil motorları və sənaye prosesləri nəticəsində yaranır. Xüsusilə qapalı məkanlarda, məsələn, qarajlarda bu qazların toplanması həyati təhlükə yarada bilər. Avtomobil motorlarından çıxan ən əsas zəhərli qazlar karbon monoksid, azot dioksid, hidrokarbonlar, kükürt dioksid və karbon dioksiddir. Karbon monoksid, rəngsiz və iyisiz olmasına baxmayaraq çox təhlükəlidir. Qanla birləşərək hemoqlobinin oksigen daşıma qabiliyyətini azaldır. Bu da baş gicəllənmə, nəfəs çatışmazlığı və hətta ölümlə nəticələnə bilər. Azot dioksid qırmızı qəhvəyi qazdır və tənəffüs yollarını qıcıqlandırır. Hidrokarbonlar benzinin və dizelin yanması nəticəsində yaranır, kanserogen təsir göstərir və havanı çirkləndirir. Kükürt dioksid tənəffüs yollarına zərər verir və turşu yağışına səbəb olur. Karbon dioksid isə yüksək konsentrasiyada nəfəs alma çətinliyi yaradır və suda həll olarsa karbon turşusu əmələ gətirir. Zəhərli qazların təsiri həm qısa, həm də uzun müddətlidir. Qısa müddətdə baş ağrısı, ürək bulanma və nəfəs çatışmazlığı yaradır. Uzun müddətdə isə astma, bronxit və sinir sistemi problemlərinə səbəb ola bilər. Qapalı qarajlarda motor işlətmək xüsusilə təhlükəlidir. Havalandırma yoxdursa, karbon monoksidin səviyyəsi çox qısa zamanda ölümcül həddə çatır. Kimya baxımından karbon monoksid hemoqlobinə bağlanaraq karbohemoqlobin əmələ gətirir. Azot dioksid isə su ilə reaksiyaya girərək tənəffüs yollarına turşu təsiri göstərir. Bu təhlükənin qarşısını almaq üçün havalandırma təmin edilməli, karbon monoksid və azot dioksid sensorları quraşdırılmalı. Motorun düzgün işləməsi üçün texniki baxışlar mütəmadi aparılmalı və kükürt səviyyəsi aşağı olan yanacaqlardan istifadə edilməli. Nəticə olaraq, zəhərli qazlar ciddi təhlükə yaradır və qapalı məkanlarda motor işlətmək ölümcül ola bilər. Havalandırma və təhlükəsizlik tədbirləri həyatımızı qoruya bilər. Unutmayın, zəhərli qazların təsirini anlamaq və qarşısını almaq həm sağlamlığımız, həm də ətraf mühit üçün həyati əhəmiyyət daşıyır. Dinlədiyiniz üçün təşəkkür edirəm.